üzrə. Nərmin xanım, o zaman keçək ilk sualımıza. Xarici təhsil almaq üçün qərarı vermək üçün əsas motivasiya nə ola bilər? Çox gözəl sualdır. Əslində bu sualın cavabı şəxsdən şəxsə dəyişə bilər. Yəni bildiyimiz kimi hər bir kəsin məqsədləri, istəkləri fərqli olduğu üçün bu sualın cavabı da fərqli ola bilər. Amma ümumi belə cavab versək, burada birinci əsas kimlər ki öz təhsillərində uğur qazanmaq istəyirlər, beynəlxalq təcrübə, bilik, bacarıq əldə etmək istəyirlər. Bu motivasiya ola bilər. Daha sonra bilirsiniz, karyerada uğur əldə etmək üçün bu əsas ola bilər və yaxud da ki, xaricə köçmək üçün. Çünki bilirsiniz ki, xarici ölkələrdə Azərbaycan diplomları o qədər də tanınmır. Orada iş fəaliyyəti üçün mütləq ki, oranın diplomunu əldə etmək lazımdır. Yəni bu motivasiyalardan biri ola bilər, şəxsdən şəxsə dəyişə bilər. Sırf özümlə bağlı motivasiyanı isə onu deyə bilərəm ki, mən təhsil üzrə müəyyən yerlərdə işləmişəm, işləməkdə davam edirəm. Yəni bu ixtisas üzrə bizim Azərbaycan ali təhsil müəssisələrində sırf istədiyim ixtisas olmadığından motivasiyam bu olmuşdur ki, bunun ixtisasını alım. Aha, başa düşdüm, çox sağ